karvan hərəkət eləyir. Birdən İmam Hüseyn ağa deyir: "İnna lillah və inna ileyhi raciun." Hamımız Allahdanıq və ona sarı dönəcəyik. Əli Əkbər ağa gəldi. "Atacan, niyə bu sözü dediniz indi?" Buyurdu ki, "Bir səs eşitdim oğlum. Karvan gedə-gedə qeybdən səs eşitdim. Əl-qavm yəsirruna vəl-mənaya ma'ahum." Bu qəbilə, bu qövm, bu tayfa gedir, ölüm də başlarının üstündən hərəkət eləyir. Bildim ki, bu ölüm karvanıdır. Suala bax, "Əvələsna aləl-haqq." Atacan, biz haqq deyillikmi? Buyurdu ki, "Bəli oğlum." "İzən la nubali bil-maut." Əgər haqqıqsa ölümdən nə qorxumuz? Ölümdən nə qorxumuz? Hüseyni sevindirdi. Ağa deyir, gülə-gülə, təbəssümlə, amma eyni zamanda gözü yaşlı halda dedi ki, "Cəzakəllah min valədin xeyrə ma cəza an validi." Deyir, Allah sənə xeyirli mükafat versin oğlum. Bir oğul atasından nə mükafat ala bilər atasına xidmətdən? Onun ən gözəlini sənə versin. Sən nə gözəl oğulsan. İcazə aldı meydana getməyə, çox vaxt uzalmıram. Mən deyim, siz sadəcə canlandırın və ürəyiniz yansın Əli Əkbərə, təmizlənin. Onlar bu əziyyətləri çəkib ki, siz rahat oturub burada təmizlənəsiz. Sizi düşünərək eləyiblər valla. Allah bu dastanı ona görə yaradıb. İcazə aldı, atacan mənə icazə ver gedim. Qasimə icazə vermədi. Digərlərinə icazə vermədi. Əli Əkbər deyən kimi dedi, get oğul, get. Get. İbrahim də başqaydı. İbrahim gəldi, oğluna dedi ki, mən səni qurban kəsirəm. Vənzur ma təra. Nə deyirsən? O da dedi ki, ya əbəti, if'al mə tu'mər. Allahın əmr elədiyini elə. Sətəciduni inşallah minəs sabirin. Məni səbr edənlərdən görərsən. Amma burada oğul ataya deyir, ata icazə ver meydana. Gedin meydana. Dedi, get. Get dedi, amma Hüseynin ürəyi gedir Əli Əkbərlə. Yazır ki, və nəzərə iləyh, nəzərə aisin min. Deyir, amma məyus baxışlarla arxasıca baxır. Hüseyn heç kəsin arxasıca belə baxmamışdı ki, Əli Əkbərin arxasıca baxır. Qılıncı öz əli ilə bağladı belinə. Birinci ölümüdür Hüseynin. Qılıncı Əli Əkbərinin belinə bağladı. Elə ki, gördülər Əli Əkbərin belinə qılınc bağlayır, qadınlar çıxdılar xeymədən. And olsun Allaha, 2 dənə yerdə görmüşəm. Bir İmam Hüseyn meydana gedəndə, bir də Əli Əkbər meydana gedəndə qadınlar qəribə halda idi yazırlar. Hamısı birdən çıxdılar, çünki oğul mehriban olanda hamının sevimlisi olur. Qəlbləri fəth eləmişdi Əli Əkbər. Balaların qəlbini, bibisinin qəlbini, hamının sevimlisi idi. Deyir, töküldülər, elə yalvarırlar qızlar ki, Əli Əkbər getmə, xanım Zeynəb ağlayır. Deyir, Hüseyn gördü ki, buraxmırlar. Buraxmırlar. Gəldi, girdi cəmaatın içinə, qadınların içinə. Deyir, ağladı İmam Hüseyn, o mənzərənin təsirindən. Ağladı, dedi, buraxın getsin. Eşitmədilər. Neçə dəfə dedi, dəini, axırda ucadan dedi, buraxın getsin. Əllərindən çıxdı, getdi. Əllərindən çıxdı, getdi. Ağa baxır, baxır dalıcan, 2-ci dəfə burada ürəyi dayandı. Gözündən yaş çıxa-çıxa dedi, Allahum məşhəd alə haulâil qavm. İlahi, bax bu qövmə. Qəd bərəzə iləyhim qulam, əşbəhun nas xəlqən, xulqən və məntiqən bi Rasulillah. Onlara tərəf elə oğul göndərirəm ki, hamıdan çox Peyğəmbərə, əxlaq, məntiq baxımından, hər baxımından Peyğəmbərə çox oxşayırdı. Ümidi puç olur Hüseynin. Çünki ümidi Əli Əkbərə idi. O qədər Peyğəmbərə oxşayırdı ki, Hüseyn yenə də düşmənin dərdindədir. Dedi, bəlkə Əli Əkbəri görüb ayılarlar, düz yola gələrlər. Görür ki, yox, xeyri yoxdur. Əli Əkbər şəhid olanda ona görə çox ümidsiz oldu. Deyir, getdi dalıca dedi, Yəbnə Səad, Qətəallah rəhiməkə, ey Səədin oğlu, Allah nəsliyi kəssin. Mənim ürəyimi apardı bu oğlan, mənim canımı apardı bu oğlan. Getdi, döyüşdü, 160 nəfəri öldürdü. Qayıtdı, gəldi. Ya əbəta, əl-ətəş qəd qətələni. Atacan, susuzluq mən əldən salıb. Su olsaydı, içib gedib döyüşərdim. Dedi, düş atdan oğlum. Düşdü, təsəlli verdi ona. Ya bu nəyyə? İrci' ilə qitali aduvvik. Qayıt döyüşə oğlum. Qayıt döyüşə az qalıb. Getdi, yenə də arxasıcan baxır.
Ömər Səd qışqırdı ki, nə qədər siz bundan döyüşəcəksiniz, bu nə qədər adam öldürəcək, bacarmırsınızsa hamınız həmlə eləyin. Deyir, hücum elədilər. Bir namərdin biri kolun arxasında gizlənmişdi, ox əlində. Dedi, and olsun Allaha, indi bunun sinəsinə elə ox batıracam ki, atasının ürəyinə dağ çəkəcəm. Atdı, deyir, oxu qan fəvvarı elədi, atın gözləri tutuldu. At qaçdı düşmənə tərəf. İndi təsəvvür eləyin, o namərdlər ola, Əli Əkbər yaralı halda düşmənin içində. Deyir, kimin əlində nə var idi, nə qılınc nizə var idi, başladılar doğramağa. Yazribunehu bisuyufihim hatta qata'uhu irban irba. Tikə-tikə deyir, doğradılar. Deyir, atdan yerə düşəndə dedi, ya əbətə aleykə minnis salam. Atacan, mən də getdim, xuda hafiz, salamat qal. Amma ondan sonra bir söz dedi, haza cəddi Rasulullah, atacan, babam Peyğəmbər başımın üstündədir. Fəqal, ya buneyyəl Hüseyin, əl-acəl, əl-acəl, atam mənə cənnət, babam Peyğəmbər mənə cənnət şərbət içirdir. Və deyir ki, Hüseynə denən tez gəlsin, onu gözləyirik. Bilirsiniz bunu niyə dedi? Düşünürəm ki, bu yax ki demişdi, susuzam, atası narahat olmuşdu. İndi onun əvəzində deyir ki, atan narahat olma, cənnət şərabını mənə içirtdilər. Deyir, bunu deyəndə, siz Allah baxın nə mənzərədir. Hüseynin səsi ucaldı. Ya bu nəyyə qətəlük, oğlum səni öldürdülər. Hüseyin inanmır ki, Əli Əkbəri öldürdülər. Az qalır, Səkinə deyir, atamın az qaldı canı bədənindən çıxsın. Deyir, hələm atamı belə halda görməmişdim. Hamının başına sürətlə gedirdi başının üstünə. Bunun başının üstünə sürünə-sürünə getdi. Deyir, yıxıldı yerə, taqəti olmadı getməyə. Zeynəb bildi, Hüseynin çətin vaxtıdır. Kərbəlada olmusunuz. Xeymegahdan qətligaha nə qədər yoldur. Birdən gördülər, Zeynəb elə qaça-qaça gəlir, İmam Zaman məni bağışlasın, çarşabı ayağına ilişir, neçə dəfə yıxılır yerə, qaça-qaça gəldi Əli Əkbərin başının üstünə deyir, va uxəyya və ibnə uxəyya, vay qardaşım, vay qardaşımın balası, vay qardaşım deyir, çünki görür Hüseyin ölür, Hüseynin canı çıxır. Hüseyin gəldi, gördü Zeynəb dayanıb, Əli Əkbəri görən kimi dedi, və aləd dünya bə'dəkəl əfa, oğul səndən sonra kül olsun dünyanın başına. Və nada bi'a'la savtin, deyir, uca səslə 7 dəfə dedi, Ali ya vələdi, Ali ya vələdi, dedi, Əli oğlum mənə cavab ver. Gördü ki, cavab vermədi, yazırlar bir anlıq elə bil ruh bədənindən çıxdı. Canı çıxdı elə bil, Hüseynin düşdü cənazənin üstünə. Deyir, burada Zeynəb fəryad elədi, ya həbibə qəlbah, ya əsmərətə fuadah, ey qəlbimin meyvəsi, ey gözümün işığı. Belə fəryad elədi ki, Hüseyin özünə gəldi. Hüseyin özünə gəldi. And olsun Allaha, bunu da görmüşəm. Deyirlər ki, Zeynəb ağlayanda bir xanımın da səsi gəlirdi. Bir xanımın da səsi gəlirdi ki, elə hey deyirdi, məzlum balam, məzlum balam. Dedi, bacı, qayıt xeymələrə. Mənim anama gözümün qabağında zülm edilib, hələ yadımdan çıxmır, istəmirəm gözümün qabağında sənə zülm eləsinlər. Birdən gördülər ki, bir nəfər əlini qoyur Hüseynin çiyninə. Baxdı, gördü, Əbəlfəz ağadır. Qardaş, dur ayağa, düşmən baxır. Qoluna girdi, apardı xeymələrə. Dedi, ey Bəni Haşim cavanları, gəlin Əli Əkbərin nəşini aparın xeymələrə.